Salam dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Bu gün də sizlərlə evdə olan sadə ərzaqlarla hazırladığım çox ləzzətli, ağızda qum kimi dağılan vanilli kəsmə peçenyələrin hazırlanmasını reseptini bölüşürəm. Reseptə keçməzdən öncə saniyənizi ayırıb abunə ol sözünə toxunaraq kanala abunə olub, izlədiyiniz videonu bəyənərək kanala dəstək olun. Keçək peçenyələrin hazırlanmasına. Qaba 3 ədəd yumurta, üzərinə çay qaşığı ucunda duz, 2 paçka vanil, 1 dolu stəkan şəkər tozu əlavə edib, çırpma teli ilə ərzaqları əvvəlcə biraz qarışdırıram. Şəkər tozu yumurta ilə qarışıb, əriyib, həll olana qədər 1-2 dəqiqə ərzində ərzaqları qarışdırdım. Mən mikserdən istifadə etmədim. Siz istəsəniz mikser vasitəsilə də çırpa bilərsiniz. Daha sonra ərzaqların üzərinə otaq temperaturunda tam yumşalmış 250 qram kərə yağı əlavə edirəm. Kərə yağını margarinlə də əvəz edə bilərsiniz. Yağı çəngəl vasitəsilə yağ içində qarışıb, əriyib, həll olana qədər qarışdırıram. Üzərinə 4 stəkan ələnmiş unu hissə-hissə əlavə edirəm. Əvvəlcə onun bir qədərini tökürəm. Üzərinə 1 paket qabartma tozu əlavə edirəm. Spatula köməkliyi ilə qarışdırıram. Biraz qarışdırdıqdan sonra unun geri qalan hissəsini də əlavə edirəm. Qeyd edim ki, unun növündən, markasından asılı olaraq miqdarı sizdə 1 yemək qaşığı əksik və ya artıq ola bilər. Unu az-az, hissə-hissə əlavə etdim. Xəmir yoğurdum. Yumşaq, yağlı, biraz ələ yapışqan formalı xəmir alındı. Dəzgahın üzərinə un səpirəm. Xəmiri üzərinə qoyuram. Üzərini də unlayıb 3-4 sm qalınlığında yayıram. Yaydığım xəmirin qalınlığında göstərdim. Yəni bundan nazik yaymaq olmaz. O zaman peçenyelər quru çıxacaq. Xəmiri kəsdiyim fiqurları əvvəlcə una batırıb, daha sonra xəmiri kəsirəm. Xəmir yumuşaq və ələ yapışqanlı olduğu üçün fiqurları mütləqdir ki, una toxundurasınız, daha sonra kəsəsiniz. Əgər bu formalı fiqurlardan sizdə olmasa, stəkan vasitəsilə də xəmiri kəsmək olar. Xəmiri kəsdikdən sonra kənarlarından və ortasından qalan xəmirləri təkrardan toparlayıram. Kündələyib, yayıb, eyni şəkildə kəsirəm. Dəyərli izləyicilərim, peçenyələrin reseptini videonun açıqlama bölümündə qeyd etmişəm. Reseptə oradan baxıb hazırlaya bilərsiniz. İnanın, bu reseptlə hazırlasanız, yediyiniz ən ləzzətli peçenyelərdən olacaq. Bir dəfə hazırlayıb dadan, hər gün hazırlayıb yemək istəyəcək.
Yağlı kağız sərdiyim soba listinin içərisinə peçenyeləri yığmışam. Peçenyələrin üzərinə çəkmək üçün 1 ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı duru yağ əlavə edib qarışdırıram. Daha sonra peçenyələrin xəmirini üzərinə çəkirəm. 180 dərəcəli istilikdə əvvəlcədən isinmiş sobada üzəri qızarana qədər bişirirəm. Çox ləzzətli, ətirli peçenyelərimiz hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək diləyilə. Sağlıqla qalın.